İstəyərdim ki, sizi dərindən tanıyam. Az soyadınız, özünüz Ağdamlansınız da yəni. Bəli, çox sağ olun müəllim. Mən özüm Ağdam rayonu Nətimməzli kəndinənəm. 1955-ci ilin avqust ayının 1-də Ağdam rayonu Nətimməzli kəndində doğulmuşam. Orada böyük boy başa çatmışam. Özüm İqtisad Universitetini qurtarmışam. Ağdam rayonu vergilər şöbəsində baş dövlət vergi müfəttişi vəzifəsində işləmişəm axıra qədər. 2021-ci ildə də təqaüdə buraxılmışam. Komandanımıza çox böyük təşəkkür edirəm ki, onun sayəsində torpaqlar azad oldu. Qazilərimizin sayəsində torpaqlar azad oldu. Şəhidlərimizin sayəsində torpaqlar azad oldu. Bir daha şükürlər olsun Allahın böyüklüyünə ki, torpaqlar bizdədir. Bizim prezidentimizin gördüyü bu işin qiyməti yoxdur dünyada. Pay bərabəri yoxdur. Bir kəlməsi var ki, bu işin qiyməti yoxdur. Deməli, müəllim, mən kəndimizə getməmişdim. Belə ki, mənə çox təkliflər olurdu, mən getməyə qorxurdum. Ki, ürəyim tab gətirməz. 2026-cı il iyun ayının 28-də bizim Əkimməzli kənd cəmaatının Əkimməzli qəbirstanlığında görüşü oldu. Mən də getdim, iştirak elədim o görüşdə. O görüşlərdən çox böyük təəssüratlarına ayrıldım. Kəndimizin qəbirstanlığı viran qalıbdı. Daşlarını da sındırıblar. Daşlar aynı, qəbirlər, corlar işarənibdir. Bir dənə salamat daş qalmayıb. Belə bir gençi qəbirstanlıqdan bir təpə qalıbdı. Vəssalam, kəndimizi çox pis günə salıblar. Qəbirstanlığımızı çox pis günə salıblar. Deyirəm ki, bu günləri torpaqlarımız azaddır, torpaqlarımız bizdədir. Biz o dağılmış evlərin hamısını bərpa edəcəyik, yollarımızı salacağıq, məktəblərimizi tikəcəyik, qəbirstanlıqlarımızı yenidən bərpa edəcəyik. Cənab Ali Başkomandanın, Müzəffər ordumuzun, şəhidlərimizin, qazilərimizin sayəsində. 33 ildir ki, mən torpaqlarıma gedə bilmirdim. Şükürlər olsun ki, bir gündə gedə bilirəm. Gedib orada o dəhşətləri görüb çox təəssüflənirəm. Kəndimizi viran qoyublar, kəndimizi pis salıblar. Bu məni dəhşətə gətirib, mən bu şeiri yazdım. Kəndim Əkimməzli. Xəyala qərq olmuş ürəyimlə mən keçirəm yenə də doğma kəndimdən. Qəlbim qan ağlayır gördüklərimdən. Bilmirəm nədənsə mən şükürlüyəm. Dəhşətdir, kəndim viran qalıbdır. Hər yerin tanınmaz hala salıbdır. Güya ki, vandallar qələbə çalıbdır. Bilmirəm nədənsə şükürlüyəm mən. Salamat qalmayıb bircə qəbirdə. Daşlar sındırılıb yoxdur yerində. Porsuq tək eşiblər qəbrin böyründə, bilmirəm nədənsə şükürlüyəm mən. Yolu da qalmayıb gedib gələsən, elə bil qəribsən, doğma eləsən. Amma könül istər yenə dönəsən, bilmirəm nədənsə mən şükürlüyəm. Sədi şeiri yazdı xatirə qalsın, oxuyan kəndimi yadına salsın, mənim də kəndimə bir töhfəm olsun. Bilmirəm nədənsə mən şükürlüyəm, bilmirəm nədənsə mən şükürlüyəm.